Bakının Sabunçu rayonunda 1999-cu il təvəllüdlü Sərxan tanışı əfsanəni intim görüntüləri ilə şantaj edib. Telegrafın əldə etdiyi xəbərə görə o, TikTok sosial şəbəkəsində tanış olduğu əfsanə ilə bu ilin fevral ayının 15-də saat 13 radələrində Bakı otelində birlikdə vaxt keçirib. Bu zaman mobil telefonla gizli olaraq qızın yan çılpaq vəziyyətdə videosunu çəkib. Ertəsi gün saat 9 radələrində qadınla əlaqə yaradıb, cinsi əlaqədə olduqları barədə yaxın qohumlarına məlumat verəcəyini, çəkdiyi videonu onlara göndərəcəyini, onu biabır edəcəyini bildirib. Hədə-qorxu yolu ilə ondan 700 manat pul tələb edib, zərər çəkmiş şəxs onun kart hesabına 165 manat pul köçürüb. İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 182.1-ci hədə-qorxu yolu ilə tələb etmə, yəni zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaki olan hüququnu və ya əmlak xarakterli daşıyan digər hərəkətlər etməsini tələb etmə maddəsi ilə ittiham elan edilib. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, əfsanə ilə yanvarın 27-sində TikTok sosial şəbəkəsində tanış olub. Əfsanənin mobil nömrəsini aldım, danışmağa başladıq. Münasibətlərimiz yaxşılaşdı, görüşmək qərarına gəldik. Fevralın 15-də Koroğlu metro stansiyasının yaxınlığında görüşdük. Nəsimi rayonundakı Bakı adlı otelə getdik. Əfsanə ilə çaxır gətirmişdim. Mən də aşağıda marketlərdən birindən yemək içmək üçün ərzaq götürdüm. Təqribən saat 11-15 radələrində həmin oteldə otaqların birinə keçdik. Aramızda cinsi münasibət oldu, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, oteldə əfsanə özü ilə gətirdiyi çaxırdan içib. Mən spirtli içki içmədim. Əfsanə biraz meyxoş oldu. Yan-yana oturanda o öz mobil telefonunun ekran kilidini açdı. Onun ekran kilidi kimi qoyduğu simvolu görüb yadımda saxladım. Otaqda mobil telefon vasitəsilə əfsanənin yarıçılpaq vəziyyətdə videolarını çəkdim və telefonumda saxladım. Bir qədər sonra o mürgülədi. Onun mobil telefonunun ekran kilidini açdım. Telefonunda olan bir bank mobil tətbiqinə girdim və hesabına daxil oldum. Əfsanənin hesabında 82 manat pul olduğunu gördüm. Pulun hamısını öz istifadəmdə olan hesaba köçürdüm. Əfsanə əlimdə telefonu götürdükdə nə etdiyimi soruşdu. Mən isə saata baxdığımı dedim. Bir qədər sonra əfsanə hamama girdi. Stolun üstündə olan pul qapısının içinə baxdım və fermer adlı kartı götürərək cibimə qoydum. Biz təqribən saat 18-dək birlikdə vaxt keçirdik. Daha sonra birlikdə oteldən çıxdıq. Əfsanə Koroğludan taksi vasitəsilə Zabrat istiqamətində getdi. Mən isə ondan xəbərsiz götürdüyüm kartından pul çəkmək məqsədi ilə Koroğlu metro stansiyasının yaxınlığında keçidə daxil oldum. Kartı orada olan bankomata daxil edib, orada olan 69 manat pulun hamısını götürdüm deyə Sərxan ifadəsində göstərib. Sərxanın sözlərinə görə daha sonra yaşadığı Yeni Günəşli qəsəbəsindəki evə gedib. Geri əfsanə WhatsAppda mesaj yazdı və bank kartından pulun başqa karta köçürüldüyünü bildirdi. Qəbzin şəklini mənə göndərdi. Bildirdi ki, pul fevralın 15-də saat 16:22-də köçürülüb, həmin vaxt isə mənimlə birlikdə, telefonu isə yalnız məndə olub. Onun pul qabaqlamaq üçün yalandan görüşdüyümüz zaman 700 manat pulumun
olduğunu, həmin pulu tapa bilmədiyimi, onun oğurluq etməsindən şübhələndiyimi söylədim. Əfsanə bunu qəbul etməsə də bu iddialara davam etdim. Pulu ondan tələb etməyə başladım. Bildirdim ki, pulu verməsə onun oteldə çəkdiyim videosunu qızına və oğluna göndərə bilərəm. O məndən video olmasına inanmadı. Videonu ona WhatsAppda bir dəfəlik baxıla biləcək formada göndərdim. Əfsanə həqiqətən də video olduğunu bildi, ailə üzvlərinə bu barədə heç nə deməməyimi xahiş etdim. Mən isə əvəzində 700 manat verməli olduğunu bildirdim. Əfsanə kartından oğurlanan 82 manatı da mənə bağışladığını söylədi, videonu silməyimi tələb etdi. Mən isə dediyim pulu göndərdikdən sonra videonu siləcəyimi bildirdim. Hesab nömrəmi ona dedim. Qorxuya düşən əfsanə yalnız 170 manat göndərə biləcəyini dedi, deyə o ifadəsində göstərib. Sərxan qeyd edib ki, əfsanə fevralın 16-sında onun hesabına 165 manat göndərib. Pulu göndərdikdən sonra onunla bir qədər xoş danışmağa başladım. Əfsanə videonu silməyimi istədi. Mən yalandan sildiyimi bildirdim. Bir neçə gün sonra cinsi xəstəliyə yoluxduğumu gördüm və tanışlarımdan müalicə ilə bağlı maraqlandım. Müalicəmin 500 manata başa gələcəyini öyrəndim. Müalicə üçün pulum olmadığından məcbur qalaraq fevralın 22-sində əfsanəyə yazdım. Onunla cinsi əlaqədə sonra xəstəliyə yoluxduğumu, müalicəmə 500 manat lazım olduğunu bildirdim. Əfsanə hazırda pulunun olmadığını, pul taparaq verəcəyini söylədi, deyə Sərxan ifadəsində qeyd edib. Sərxanın ifadəsinə görə növbəti günlərdə əfsanədən müalicə ilə bağlı pul istəyib. Fevralın 27-sində əfsanədən müalicə üçün pulu yenidən istədim. O pulu mənə yalnız əlbəl verə biləcəyini bildirdi. Görüş üçün Suraxanı rayonunda yerləşən Ballı marketin qabağına gəlməyi təklif etdi. Son günorta saatlarında əfsanə ilə görüşmək üçün marketin qarşısına çıxdıqda polis əməkdaşları tərəfindən saxlanıldım və Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinə gətirildim. Burada telefonuma baxış keçirildi, içərisində video və şəkillər olan mobil telefonu maddi sübut kimi götürüldü. Eyni zamanda zərərçəkmiş şəxsə məxsus fermer kartını da araşdırmaya təqdim etdim, deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. İş üzrə zərər çəkmiş əfsanə təqsirləndirilən şəxslə TikTok sosial şəbəkəsi vasitəsilə tanış olduğunu təsdiq edib. Zaman keçdikcə münasibətlərimiz yaxşılaşdı. Sərxan özünü müsbət xasiyyətlərə malik, etibarlı biri kimi təqdim etdi. Nəticədə görüşmək razılığına gəldik. Fevralın 15-də otelə getdik. 2-3 saat orada qaldıq. Həmin vaxt içkili olmuşam. Görüş zamanı zəngə cavab verərkən telefonumun giriş şifrəsinin Sərxan götürüb. Bundan istifadə edərək bank kartıma olan vəsaitləri çıxarıb, deyə o ifadəsində göstərib. Əfsanə daha sonra ifadəsində bank kartlarından pulun oğurlanmasından, Sərxandan şübhələndiyini deyib. Bundan sonra şantaja məruz qaldım. Hamamdan çıxan zaman video çəkildiyimi öyrəndim. Təqsirlənən şəxs güya məndən onun zöhrəvi xəstəlik keçdiyini, həkimə getdiyini və müalicə üçün maddi vəsaitə ehtiyac olduğunu bildirdi. 165 manat pul tələb etdi. Şantaj məqsədi ilə yazılan mesajlar bir neçə gün ərzində, daha sonra isə təxminən bir ay fasilələrlə davam etdi. Mesajlarda videolarını uşaqlarına göndərəcəyəm kimi ifadələrdən istifadə olunurdu. Mən qadın xəstəlikləri üzrə həkimə müraciət etdim. Məndə yoluxucu və ciddi xəstəlik olmadığı müəyyən edildi. Mən davam edən təhdidlər və şəxsi həyatımda müdaxilə səbəbləri ilə hüquq mühafizə orqanlarına müraciət etdim, deyə qadın ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Sabunçu rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.